Hamıya salam. Bugün səməni halvası hazırlayacağıq. Bunun üçün qaba un, kəpək unu, azca duz və səməni suyu əlavə edib xəmir yoğururuq. Qeyd edim ki, səməni suyunun hazırlanma qaydası eyni adlı TikTok səhifəmdə var. Xəmiri yoğurub 3 hissəyə ayırırıq ki, qovurmaq asan olsun. Qalın bir tava götürürük. Yağ əlavə edib xəmiri yayırıq. Xəmiri qarışdıraraq qovururuq. Ara sıra yağ əlavə etməyi unutmuruq. Ta o vaxta qədər qovururuq ki, xəmir tavaya yapışmasın və xırdalansın. Qeyd edim ki, bu cür əziyyəti çəkməyə dəyər. Sonunda bir stəkan çay dəmləyib bu halva ilə çay içdikdə bütün yorğunluğunuz çıxacaq. Artıq tavaya yapışmayanda demək hazırdır. Böyük bir qab götürüb boşaldırıq və digər hissələri də qovururuq. Qovurduqdan sonra bütöv qalmış xəmirləri əlimizlə kiçildirik. Ədviyyatları, qozu əlavə edib yaxşıca qarışdırırıq. Ən sonda qaynar şərbəti əlavə edib qarışdırırıq. Və qapağını örtüb 1 saat gözləyirik ki, şərbəti canına çəksin. Və budur, halvamız hazırdır. Küftələrə ayırıb servis edə bilərsiniz. Hazırlayan olan hər kəsə nuş olsun.